efirdəyəm. Bəli, efirdəsiz. Bu şəxsiyyətsiz, namussuz, qeyrətsiz Kamilə demək istəyirəm ki, Kamil deyəsən yadından çıxdı, aeroportda səni tutmuşdular, Domodedovoda. Erməniləri görəndə dodaqları nəsildi, ayaqları nəsildi. Yadında əlində stəkan saxlaya bilmirdi. Cavab verərdin də onlara, ay teysə. Az qalırdın diz çökəsən. Yadından çıxıb, biz bilirik, bilənlər bilmir. Sən indi təpi yatırsan, ay teysə, qeyrətsiz, namussuz, şəxsiyyətsiz, sənin şəxsən anondur, atondur. O dayıların döydüyü anondur. Sən meydana çıxanlara xox gəlirsən, ay oğraş, stüdyo xarab, cındırın oğlu. O bayaqlarım oğlan qəşəng dedi. Səsim gəlir ya, Qabil bəy. Hə, gəlir bəy, gəlir. Hə, o bayaqlarım oğlan dedi. Xaricdən gələn pullarla güya cəmaata kömək edirsən. Cındır, görmürsən, o qardaşım dediyim qazilər 80-dən çox qazi özünü öldürür. Hə? 80 nədir bəy? O, 80 yox. Bu şey 180-i keçibdir. 180-i keçib ölənlərin. 180. Ay Kamil, Matişkə. Bayaqlarım rəylərdə bir nəfər Pardon adında yazmışdı. Yəqin özü də eşidir. Kamilə geçən bir söz yazdı. Deyir ki, Kamil, sənin prezidentin gəlini başqalarının qucunda olanda sən haradaydın? Kamil, gəl sən gör kimi müdafiə edirsən, hə? Çılıq.